İctimai televiziya və 4SIM-in birgə layihəsi. Əsas mənbəyi günəş, külək, su, biokütlə və geotermal olan bərpa olunan enerji. Yəqin ki, çoxlarımıza məlumdur. Bu mənbələr tükənmir və təbii proseslər nəticəsində davamlı olaraq yenilənir. Bərpa olunan enerji növləri arasında geniş yayılma potensialına malik olan günəşdir. Çünki günəş hər yerdə var. Küləklə müqayisədə günəş radiasiyası yer kürəsinin çox yerlərinə var. Ona görə və günəş enerjisinin daha ucuz əldə edilməsi nəzərə alaraq mən düşünürəm ki, günəş enerjisinin yayılması potensialı daha yüksəkdir külək enerjisinin nisbətən. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə böyük potensiala malikdir. Cənub və qərb bölgələrimiz, xüsusilə Naxçıvan, Abşeron yarımadası və Zəngilan günəş enerjisi üçün ən əlverişli ərazilər hesab olunur. Külək enerjisinin potensialı da nəzərə çarpan səviyyədədir. Bərpa olunan enerji mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin sözlərinə görə, xüsusilə Xəzər dənizinin sahil bölgələri külək enerjisinin əldə olunması üçün əlverişlidir. Quruda külək və günəş ümumiyyətlə bərpa olunan enerji mənbələri potensialımız 27 gigavat planlaşdırılır. Dənizdə bizim texniki potensialımız 157 gigavatdır. Bundan 35 gigavatı qaya sulu hissədədir və onların da həyata keçirilməsi istiqamətində layihələr nəzərdə tutulur. Ənənəvi enerji mənbələri ilə müqayisədə yaşıl enerji iqlim dəyişiklikləri ilə mübarizədə mühüm rol oynayır. Bundan əlavə əldə olunan elektrikin maya dəyəri daha ucuzdur. Bərpa olunan enerji mənbələrindən istifadə iki əsas mühüm məsələnin həllini özündə ehtiva edir. Onlardan birincisi digər iqtisadi fəaliyyət növləri üçün yararlı olmayan torpaq sahələrinin müəyyənləşdirilməsidir və bu günə qədər təqribən 4500 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələri ərazisi elan olunub. İkinci həllini tələb edən məsələ şəbəkənin müvafiq gücləndirilməsinə nail olmaqdır və şəbəkədə müəyyən gücləndirmə tədbirlərinin həyata keçirilməsi nəticəsində 27-ci ilin sonuna qədər 2 gigavat həcmində təxminən bərpa olunan enerji mənbələrinin şəbəkəyə qoşulması mümkün hesab edilib. Günəş panelləri ilk dəfə kommersiya şəklində satışa çıxarılanda 6% səmərəliyə malikdir. Lakin indi isə günəş panellərinin səmərəliyi 20-22% arasında dəyişir. Yəni bu qədər böyük təkamül baş vermişdir günəş panellərlə bağlı. Eyni inkişafı da külək enerjisinə şamil var. Orada da turbinlərin səmərəliyi qat-qat artmışdır. Bu da həm ölçülü artmışdır, həm də səmərəli artmışdır. Buna görə də istehsal olunan elektrik enerji vahidinin maliyyə dəyəri aşağı düşür. Hazırda alternativ enerji mənbələrindən elektrik enerjinin alınması istiqamətində 3 əsas pilot layihə icra olunur. Qaradağ Günəş Elektrik Stansiyası Birləşmiş Ərəb Əmirliyinin Mastar şirkəti ilə əməkdaşlıq çərçivəsində tikilib və ötən il istismara verilib. 230 megavat gücündə olan stansiya Xəzər regionunun və MDB məkanının ən böyük günəş elektrik stansiyasıdır. Xızı Abşeron Külək Elektrik Stansiyası Aqua Power şirkətinin ölkəmizdəki ilk layihəsidir. 240 meqavatlıq stansiyanın istismara verilməsi gələn ilin sonlarında nəzərdə tutulur. Daha bir layihə isə kifayət qədər yüksək külək və günəş potensialına malik işğaldan azad edilmiş ərazilərimizdə icra olunur. Belə ki, BP şirkəti ilə həyata keçirilən Şəfəq layihəsi Cəbrayıl rayonu ərazisində 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutur. Bu stansiyanın da 2025-ci ilin sonunda istifadəyə veriləcəyi gözlənilir. Hazırda ölkənin ümumi elektroenergetika sisteminin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı 17%-dir. Əsas hədəf isə 2030-cu ilədək bu göstəricini 30%-ə çatdırmaqdır. İctimai televiziya və 4SIM-in birgə layihəsi.